Salam. Mən sizə qələmli tabletlərdə riyazi simvollar və həndəs fiqura necə çəkilir onu izah eləyəcəm. Mənim planşetim Galaxy Tab S905G-dir. Mən tableti təzə alanda mən çox maraqlandım. Sonra məlum oldu ki, tabletin Word-ü kompüterin Word-ü kimi deyil. Kompüterdə riyazi simvollar yazmaq ödənişsizdir, amma tabletin özündə Word olmur. Yəni olsa belə ödəniş istəyir. Word-ün əvəzinə başqa bir proqram var. Orada riyazi simvollara girəndə ödəniş istəyir. Amma bunun ən asan versiyası var. Bildiyimiz kimi bütün qələmli tabletlərdə Notes adında bir proqram var. Notes adında bir proqram var. Mən həmin proqramla daxil olmuşam. Yəni qələmlə yazı yazdığımız proqram. Həmin proqrama giririk və bir riyazi simvol yazırıq. Məsəl üçün belə bir integral sual yazaq. Tutaq ki, integral 2-dən 3-ə f(x) vur x-in kvadratı dx. Biz bu integral çapını yazmaq istəyirik. Birinci bunu əl yazısı ilə yazırıq. Sonra bu 3 dənə rəngin yuxarısında olan bu ikinci seçim rejimi. Bu kvadrat var ya 40-40 xətdən sağ tərəfdə. Həmən kvadratı götürürük. Həmən kvadratı götürəndən sonra yazdığımız integral çərçivəyə alırıq. Sonra rəziyyətə çevir. Rəziyyətə çevir vururuq və çeviri üstdən vururuq və özü rəziyyətə çevir. Sonra ürəyim istədiyi yerə apara bilərik. Bu integralı hara istəsək, bu integralı biz daşıya bilərik. Məsəl üçün, başqa bir riyazi misal yazaq. Məsəl üçün, kök altında 2x çıx 6 bərabər tutaq ki 3. Tutaq ki biz fikirləşirik ki, radikal işarəsini yaxşı çəkməmişik və s. Bunu çapını yazmaq istəyirik. Yenə sağ tərəfdən yuxarıdan gələndə 4-cü olan 40-40 kvadrat götürürük və çərçivəni yazdığımızı çərçivəyə alırıq və rəziyyətə çevirib vururuq. Avtomatik özü rəziyyətə çevirdi. Yenə yuxarı apara bilərik, aşağı apara bilərik, nisbətən qalınlaşdıra bilərik, nisbətən qısalda bilərik və s. Həndəs fiqurları da çəkmək çox asandır. Həndəs fiquru çəkirik. Elə bir ki, əlimizi qələmdən götürmürük. Yəni qələmi tabletin üzərinə çəkmirik və qapalı bir fiqur, həmin fiqurun qapalı versiyasını çəkirik və təxmini 1 saniyədən sonra özü həmin fiquru çapniyə çevirir. Məsəl üçün, tutaq ki, üçbucaq çəkirik. Əlimizi götürmürük, özü avtomatik çevirir. Tutaq ki, dairə çəkirik çevrədə. Özü çevirir. Əlimizi gərək götürmək, bir də fiquru tam qapalı çəkək. Məsələn, kvadrat çəkirik. Məsələn, romb çəkirik və s. Sağ olun.